Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif Azərbaycan dilindən dinləmə mətnini səsləndirəcəm. Muğamlarımız. Azərbaycan xalq musiqisinin ən sevilən növü muğamdır. Muğamın müəllifi yoxdur. O, xalqın yaratdığı musiqi əsəridir. Azərbaycan muğamının 7 növü var. Rast, şur, seygah, çahargah, bayatı şiraz, şüştər, humayun. Muğam oxuyan adam xanəndə adlanır. Muğam çox zaman tar, kamança və qavalın müşayiəti ilə üslub şəklində ifadə olunur. Tarzən tarı, kamançaçı kamançanı çalır. Xanəndə isə muğam oxuya-oxuya qavalı çalır. Azərbaycanın görkəmli muğam ustaları var. Məsələn, Cabbar Qaryağdıoğlu, Seyid Şuniski, Zülfü Adgözəlov, İslam Rzayev, Rübabə Muradova və s. Sadıqcan, Qurban Pirimov, Əhsən Dadaşov və başqaları məşhur tarzənlərimizdir. Məşhur kamança ustamız Habil Əliyev də muğam sənətinin inkişafına xidmət edən sənətkardır. Müasir dövrdə Alim Qasımov muğamı dünyaya tanıdıb. Bu gün də Azərbaycan muğamı sevilə-sevilə dinlənilir.